Avropa Şurası Parlament Assambleyasının yay sessiyası başlayıb. 2024-cü ildə quruma göndərdiyi nümayəndə heyətinin mandatı təsdiq olunmadıqdan sonra Azərbaycan bu sessiyaya da yeni heyət göndərməyib. Sessiyada iştirak edən hüquqşünas 3-cü Respublika platformasının qurucu üzvü Səməd Rəhimli Toplum TV-yə bildirib ki, Aşpada Azərbaycandakı insan hüquqları ilə bağlı məsələ gündəmə gətirilə bilər. İndi Aşpa Azərbaycana hal-hazırda Azərbaycan nümayəndə heyətinin mandatını dondurub, artıq biz bilirik, bu bir il yarımdan çoxdur və yeni dövr üçündə Azərbaycan yeni nümayəndə heyəti göndərməyib və mandatın məsələsi hələ də dəqiqləşməyib. Bununla yanaşı Aşpada xüsusi bir araşdırma mexanizmi var, yəni əlavə birgə araşdırma mexanizmi. Aşpa həmin araşdırma mexanizmini aktivləşdirə bilər və bunun vasitəsilə də Azərbaycanda insan hüquqları pozuntularına bağlı məsələ yenidən Aşpanın sistematik olaraq, institusional olaraq gündəminə gələ bilər. Səməd Rəhimli əlavə edib ki, Avropa Şurasının digər qurumlarının, Baş Katiblik və Nazirlər Komitəsinin Azərbaycanla münasibətləri davam edir. Onlar Azərbaycanla bağlı fəaliyyət planını təsdiq ediblər və növbəti mərhələdə bu planın icra edilməsi gözlənilir. Yəqin ki, növbəti mərhələdə artıq bu mexanizmin Azərbaycana münasibətdə tətbiqi ilə bağlı məsələ artıq növbəti sessiyalarda müzakirə olunmasıdır. Çünki hal-hazırda qeyri-rəsmi müzakirələr davam edir bununla bağlı və bu müzakirələr nəticəsində ümid eləyək ki, bu araşdırma mexanizmi və Aşpanın Azərbaycandakı insan hüquqlarına bağlı məsələləri araşdırması ilə bağlı addımlar atması davam edəcəkdir və bu donmuş vəziyyət aradan qalxacaqdır. Aşpa ötən il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsinə əsas gətirərək Azərbaycanlı deputatların etimadnamələrini təsdiqləməyib. Digər əsaslara nümunə olaraq Azərbaycanda insan hüquqlarının pisləşən vəziyyəti, jurnalistlərin həbsi, növbədən kənar prezident seçkisini müşahidə etmək üçün quruma dəvət göndərilməməsi, habelə Qarabağda hərbi əməliyyatlar göstərilib. Prezident İlham Əliyev isə çıxışında Qarabağda əldə olunan uğura görə Aşpanın qərəzli davrandığını ifadə edib.